əgər mən qalarımsa, mənim üçün üçü də rəqibdir bunların. Yəni bu insanların üçü də rəqib. Üçünün də xətrini çox istəyirəm. Xan, sənin də xətrini çox istəyirəm. Buradan çıxan hər bir insanın xətrini çox istəyirəm. Mən burada insanlar tanıdım. Həqiqətən də yəni biz onları TikTokda görürdük. Amma bura gələndən sonra insanları daha yaxşı tanıdım. Bir yerdə yemək yedik, bir yerdə mətbəxdə əyləşdik, orada söhbətlər etdik. Burada biraz Tərlan mənim şeirlərimə yaxşı baxmadı. Ev yoxdur da indi o. Tərlan yoxdur deyə ona görə danışıram belə. Zarafat edirəm təbii ki. Tərlan da bir, onun da bir maraqlı bir kontenti var. O da insanları güldürməyə çalışır bu platformada. Yəni təbəssüm bəxş edir. O da bizim dəyərlimizdir, yəni əzizimizdir, doğmamızdır. Mən yenə də deyirəm, heç kimi açıqlaya bilməyəcəm hələ ki, çünki nə planımı qabaqlamaq istəyirəm, nə onu gecikdirmək istəyirəm. Hələ ki, hər şey qaydasındadır, hər şey qaydasında da gedir. İnşallah ki, qalarıqsa, yenə də sonda dostluq qalib gələcək. Sonda səs. Mən bayaqları mənə çox adam yazdı ki, düz eləmədin hədəfi açıqlamaqla. Mən həyatım bu kimisə üzünə gülüb arxasıca nəsə plan fikirləşməmişəm. Həyatım boyu elə şeyə özümə sığışdırmamışam. Kiminə sözüm varsa düşmənçilik. Birdən yarış qutaraq, sözümü deyə bilmərəm. Buradan Nikos Ayağıya öz minnətdarlığımı bildirirəm. Murad əmi sizə, İbrahim sizə, Arif Arifoğlu. Bura məni məsləhət bilən, adım bilmirəm, məsləhət biliblər ya özüm çağırmışam. Hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bir şəxsiyyət kimi, bir şəxs kimi sayıb burada görmək istəmişsiniz. Ən azı nəyimləsə də kiminsə diqqətini çəkmişəm. Bu mənim üçün uğurdur. Bura gəlməyim uğurdur. Hamıya dərin təşəkkürümü bildirirəm və bu günə kimi mənə bir balaca mikrofon atandan, şir atan, universitet atan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Bu sizin məcburiyyətiniz deyildi. Bu sadəcə mənim sizin yanında qazandığım hörmət idi, istək idi. Minnətdaram hər birinizə. İnşallah ki, maşında layiq olan aparar. Maşından çıxan efirdə veriş haqqında, iştirakçılar haqqında inşallah şəxsi münasibətlərini dilə gətirməz. Tam dürüst bir oyun olar. Maşını udan layiqincə, xeyri ilə sürər. Heç bir udan şəxsə heç bir inşallah ki, heç kəs nə qarğış eləyər, nə nifrinlik tökər. İnşallah həmin maşın kimə layiqdirsə, maşın kimə layiqdirsə, inşallah ki, xeyri ilə də sürər, oyunçu aparar inşallah. İnşallah. Sönəcək. Nəfisi 4 dəqiqə var. 4 dəqiqədən sonra xallar qalsın ekranda. İndi demədim sponsorları. Gecən də deyək, ondan sonra bağlayaq. Hacı. Hə, yaxşı demir. Sponsorları dedim. Xan Qarabağ sağ olsun. Anar müəllimə dəstək olur. Gördüyünüz kimi hər xalı atdıqca arxa planda Qarabağ var olun. Bütün qürbətdə olan dəyərli insanların hər birinə salamlar.
Arka planda görürsüz. Hediyeler attıkça bir Gəl bura bir Tərlan. hesaplanır. Hə. İndi qardaşlarımız gəlmişdi, Belarusiyadan gəldilər. Çölə çıxdım, Belarusiyadan qardaşlar gəlmişdi görüşməyə. Sənə dəstək, sağ olsun, var olsunlar. Gələn qədəmləri var olsun. Allah bütün qəriblikdə yaşayan bacı qardaşlarımızı qəribə qımamızaya bağışlasın. Vətənimizin də bütün bölgələrinə qucaq dolusu salamlar olsun inşallah. İnşallah ki, yaxşı olacaq. Mən buradan fürsətdən istifadə edib demək istəyirəm ki, sabahki oyunların qaydasını yəqin ki bilirsiniz. Məni sabah elə eləyin ki, inşallah elə eləyək ki, birdə olaq ki, mən sabah bura çıxmayayım. İstəmirəm dəstəkçilərimə əziyyət vereyim. Oyun iştirakçı azaldıqca oyun çətinləşir həqiqətən. Yəni bu qədər əziyyət çəkilib, bu qədər dəstək olunub. Allah hər birinin cibinə bərəkət versin. Ən balaca hədiyyəm topdur. Orta hədiyyəm bığlı papaqdır. Bığlı papaqdır. Kəmidir böyük hədiyyəm. Çoxlu sayda mənə şiir gəlib, çoxlu sayda mənə TikTok gəlib. Yəni bunlar təbii ki, hamısı əməkdir. Mən bəzi dəstəkçilərimiz ki var, mən bura gələndə görəm ki, onlar səhər saat 7-də baxıram, işə gedirlər. İşləməyə gedirlər. Və orada eləsi var, yazır ki, sən işləyirsən Tərlan üçün. Özü o da özü pis olur, bu qədər əziyyət çəkirəm. Allah hər birinin cibinə bərəkət versin, həqiqətən. Balaca hədiyyə atan da dəstəkçidir, böyük atan da dəstəkçidir. Hər kəsin öz büdcəsinə uyğundur. Dəstək olur, əsas odur ki, sevirlər. Və ən əsası da ki, Tərlan yazıb ürək qoyurlar. Onlar hamısı insan əməyidir. Allah onların hər birinin yar və yardımcısı olsun və Allah mərdi namərd qarşısında əyməsin inşallah. Amin. Allah sizi qorusun. Hər birinizə, mənə düşman olanlara da Allah can sağlığı versin, dostum. Mənim heç kimə nə kinim yoxdur, nə də küdrətim. Oyundur, uduzaram başımı salıp aşağı. Yəni necə mənə də, yəni heç kimlə işim olmayacaq. Gedərəm. Udaram da, yəni məni hamı bilir ki, mən heç vaxt özümü yekəxana aparmamışam. Qaqa ilə yazırsan sigaretim var, al qoy civə, dəvə döl, fil döl, bəs də sigaretim var, vermirəm. 19 dənə gilə sigaretim qalıb, deyib sigaretim var. Yazır orada sigaretim var, olsa... Niyə görmədi? Tərlan sigaretim var, 19 dənə gilə sigaretim qalıb, olsaydı verərdim. Nəysə sözüm... Yoxdur da, sən də danışsan. Allah sizi qorusun. Nə deyim valla. Anar müəllim bu gün qalib gəlsə artıq 3-cü dəfədir ki. Elə də çox fərq yoxdur. Yəni 500 min. Mənə hansı sərf eləyir? Buradakı dəstəkçilər üçün 500 min elə də böyük xaldır. Mənə əslində heç birinin qalmağı sərf eləmir. Açığı deyəndə cüt-cüt olsaydı getmək daha yaxşı olardı. Nə olsaydı? Cüt-cüt. Bərabər olsa ikisi də gedir. Bərabər olsa ikisi də gedir. Həqiqi elə olsa ağladı da. Amma belə o günləri təbii ki, mən orada oturanda Anar müəllim də mənə dəstək olmadı. O da mənim getməyimi istədi. Xan da mənim getməyimi istədi. Mən sənin getməyi istəməmişəm. Yo, mən neytral qalmır. Yo, mən getməyini istəmədim. Sadəcə Elçin dedim. Amma məsələ bəlli idi. Bu məsələ də bizim burada bilirlər də, yəni bəzi insanlar. Niyə görə o deyil? Və mən Anar müəllimdən belə məndən yaşca böyüdüm. Onun o səbirliyini, mən səbirli insanları ümumiyyətlə çox sevirəm. Səbirlə, təmkinlə baxırsan ki, oyununu aparır və o səbir təmkinlə gözəl oyun aparır. Qəşəng iştirakçıdır. Mən bir dənə söz deyim. Veriliş də bilmədim. Bir dənə zəhmət olmasa siz iştirakçılar şahidsiniz. Mən ən başında verilişə start verəndə mən dedim ki, istəyirəm hər şey çox qəşəng, gözəl, səviyyəli olsun, iştirakçılarım olsun, onların elədiyi söhbətlər olsun, burada yazılan yazılar olsun, fərqi yoxdur. Ən başında şahidsiniz də, mən kişi kimi sizin qabağınıza söz verdim ki, bura hər hansı bir pis addan hədiyyə gəlsə, mən onu belə blok eləyəcəm. Siz fakt şahidsiniz. Və mən kişi kimi söz demişəm, xahiş eləyirəm. Dəstəkçilərin hər birinə ayrı-ayrı hörmətim var. %90, %80'i mənim çox yaxın dostumdur, qardaşımdır, çörək kəsmişəm.
bura hədiyyə atanda elə ad yazın ki, mən onu deyə bilim. Yəni bunu mən demirəmsə, ya gərək siz deyən olsun, ya da gərək mən o ən başda verdiyim sözü yeyim. Siz WhatsAppda və yaxud da orada yazırsınızsa bir nəfər arasında yazdırmısınız. Amma mən kütlə içində söz vermişəm buna. Yəni mənə 9 min, 10 min insan baxır. Mən bəlkə də pis şey yazmırsınız. Sadəcə olaraq bəzi şeylər var ki, mən onları deyəndə o pis çıxa bilər. Yəni istəmirəm onları dilə gətirim. Ona görə sizdən üzr istəyirəm ki, onu deyə bilmirəm. Yəni dediyim kimi siz hamınız mənim dostumsunuz, qardaşımsınız. İnanıram ki da bu dediyimi siz başa düşərsiniz. Rəşad Emin verir bizim jetonları və Rəşad Emin'dən də xahiş edirəm ki, jeton verəndə əvvəlcədən mən söz danışmışam kişi kimi. Yoxsa yəni nə istəsən deyərdim. Sonradan baxmısan, amma mən ən başında demişəm, buna iştirakçılar şahiddir. İştirakçılardan qabaq mən bilirdim o. Yəni bilirəm, indi xahiş edirəm ki, dostlarımızın pulunu kəsməyin. Yəni onlarlıq bir şey yoxdur. Yəni mən demirəm deyirəm də. Çünki onu da mən söz demişəm ən başda. Onu da desəm gərək onda mən dediyim sözü yeyim, mən kişi olmayım. O da olmur. Yəni sizdən xahiş edirəm ki, bu barədə biraz anlayışlı olasınız Rəşad Emin qardaşlarına tərəf. Məncə vaxtı necə? Yox, mən deyəndə. Var elə. Bir dəqiqədən sonra geri sayım qoyacağam. Yəni hər birinizə ayrı-ayrı dediyim kimi hörmətim var. Hamınız mənim dostumsunuz, əzizimsiniz. Çörəyi kəsmişəm sizdən. Mənsur Şərif gəlsin. Gələnmədi də, dedim gələnmədi. Mənsur Şərif komediyxanada olduğuna görə gələnmədi. Bayımcı da buradadır. Hər kəs salamlayır. Salamlarımızı göndəririk. Hakim bəy buradadır. Dəstəkçilərdən sonra kim buradadır? Geri sayımı qoyaq. Bir dəqiqəlik geri sayım. Və budur. Bir dəqiqəlik geri sayım. Radara kim düşəcək bir gün görəsən? Bir var yoxsa yox. Görək radara kim düşür? Pusi ola bilər yoxsa yox. Arada fərq böyüdür. 7, 16, 15, 14, 13, 12, 11, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, stop. Nə oldu? stop. 3 dənə univers gəldi. Gəlir hələ. Gəlir. 3 dənə univers. 2 dənə də şir. Və bugünün qalibi Anar müəllim. Anar bəy. Yenə də dedim də Anar müəllim duracaq ki, ateşlə oynamayın. Hə, kimdən gəldi? 3 TikTok. Mən hələ ölməmişəm. Şiri də öyrənib. 2 şir də Tazmaniya canavarı. Bəli, bu günün sonu. Bu gözəl həyəcanlı anı yaşatdırdığınız üçün mənə var olun. Dəslə xanımı görürəm buradan, təşəkkür edirəm. 10 min, 11 min insan var. Hər birinizə minnətdaram. Burada olduğunuz üçün, izlədiyiniz üçün təşəkkür edirəm sizə. Murad bəy, komandanıza, Niko bəy sizə minnətdaram. Həqiqətən də gözəl bir oyun oldu mənim üçün. Bu 3-cü dəfə də artıq bu. Bunu mənə yaşadan insanlara, Aliyev, var ol. Dedim də buludların üstündə bizi izləyir. 100%. Bizi izləyir demişdim. Yenə də sən demişsən nə? Nə? Ateşlə oynamayın dostlar. Ateşlə oynamayın. Yakar. Burada deyirlər ki, yazı görmüşdüm, deyirlər ki
Təbrik edirəm Anar müəllimi. Layiq idi, qazandı da oyunu. İnşallah maşını da udar. Burada qalan bütün iştirakçılara uğur arzulayıram. Nikoya, Zaura, bütün arxada oturan hər bir kəsə uğur arzulayıram. İnşallah işimiz uğuru gətirsin. Türklər demiş rast gələ. Heç kimlə düşmənçiliyim yoxdur. Dost qazandım, buna sevinirəm. Anar müəllim yenə də təbrik edirəm. Yenə deyirəm, mənim başımı bəlaya salan mərdliyimdir, dilim deyil. Uğur olsun hamımıza. Təbriklər, təbriklər. Anar müəllim sizə təbriklər yenə də. Təbriklər Anar müəllim. Gəl. Xan, görüş. Ay xan, ay xan. Sabah saat Baş tacısınız. Əziz dostlar, sabah inşallah saat 15:00-da, yəni saat 3-də hər kəsi gözləyirik. Özüm də olacağam burada Bəli, saat hər 3-də. kəsi gözləyirik. Tamam, Sabah mən də zahar, saat 3-də özüm olacağam. günorta zahar bizdəndir, axşam da zahar bizdəndir. Vüsalə xanım biraz narahatdır, ona görə sabah zahar əvəz eləyəcək. Təşəkkür Anar müəllimi təbrik edirik. Gecəniz xeyrə qalsın sabaha qədər.